Xaçmaz, Quba, Qusa, Xuda. Biz gəlirik inşallah şimal zonasına. Bunlar 1931-ci ilə qədər buraxılan Rus pullarıdır. Gümüş olur. Aşağı əyyar gümüşdür. Yəni bunları yığırıq da hər kimdə varsa götürürük. Zəhmət olmasa buranı çək. Burada da elə məhsullar var ki biz götürürük. Burada gördüyünüz məhsullardan varsa sizdə götürürük. Gəl bura. Sınıq, qırıq, hər kimdə. Gəlin baxın, yaxınlaşın baxın. Heç bir çətinlik yoxdur. Bunları da götürürük kimdə belə gümüşlər varsa. Xahiş edirəm mənim WhatsApp nömrəmə yazın və şəkillərini atın. Bir də yaşadığınız yeri deyin. Heç kim zəng vurmasın. Bilirsiniz, çox adam zəng vurur. Zəng vuranlara cavab verəndə digərlərinə biz cavab verə bilmirik. İzah eləyə bilmirik məsələni. Ona görə də hamı xahiş edirəm yazsın və şəklini atsın. 070 938 08 18. Təbii ki, real olan adamlar, maraqlananlar yox. Biz hal-hazırda Şabran şəhərindəyik. Amma azadlıqda da yerimiz var. Şimal zonasına belə gəlirik, məhsul veririk, götürürük. Bu 20 qəpikləri paylaşırlar mənim səsimdən. Biz qızıl alışı ilə bağlı video çəkmişdik ki 1100 manata onluğu alır. Hələ o səsin üstünə bu 20 qəpiyi qoyub paylaşırlar ki, bəs güya budur. Mənim görüntüm olmadığı halda, mənim 170 minə yaxın səhifəm var da görürsünüz. Bu səhifə olmadığı halda bax belə şeylərə qətiyyən inanmayın, mümkün deyil. Dövriyyədə olan puldur. Bununla çörək ala bilərsiniz, pesok ala bilərsiniz, qənd ala bilərsiniz. Amma bunun 1100 manata və yaxud da belə deyim də 20 qəpikdən artıq bir dəyəri yoxdur. Azərbaycanın dövriyyədə olan pullarını alıb satmaq qəti şəkildə olmaz, qadağandır. Və biz antik almırıq. Yəni göstərdiklərim antik kimi almırıq, gümüş kimi alırıq. Gümüş kimi kim satmaq istəyirsə qeyd etdiyim nömrə ilə əlaqə saxlasın. Bir daha deyirəm 070 938 08 18. Bu gördüyünüz Melchior qaşıqlardır. Üzərində prob yazılıbsa gümüşdür. Amma mınısı, met yazılıbsa bunların deməli üzəri gümüş suyudur. Gümüş değil, içi latundur. Dostum, bu kiloyla alınır. Mən başa salam, satmaq istəmirsən satma qardaşım. Amma bu yenə də deyirəm ki sana, bu nədir? Bu gümüş değil. Bu gümüş değil. Bunun üzəri gümüşdür. Bunu da əritmək, o gümüşü çıxartmaq üstündən müəyyən bir zaman alır. Ona görə də bunlar kiloyla götürülür. Gerçəkdən də o bıçaqları ədədlə götürülür. Bunlar kiloyla götürülür. Bıçaqlar daha ucuzdur. Bunu da başa salam. İçi gipsdir bunun. Baba bir dənə gümüş suyu olan hissəsi bax burada. Bana hər şeyi ətraflı izah edirəm ki, izləyicilərim bütün hər şeyi bilsinlər. Əgər üzərində, bax yenə də deyirəm, əyyar yazılıbsa o gümüş, o təkdən tükdən olur. Siz bax indi məsələn mənə atın şəklini qiymətləndirək, mən sizə deyim qiymətini. Özünüzə yaxşı baxın, özünüzü qoruyun. Sizinlə mən idim Orxan Salman.